Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda sifətlərin mövqeyi ilə bağlı bəzi vacib qeydlərə baxacağıq, hansı ki, mövzu izahında artıq izləmisiniz, yəqin ki, öyrənmisiniz. Və bu isə fərqli bir kitabdır. Bu da advanced səviyyədə olan qrammatika kitabıdır, Oxford Grammar kitabıdır ki, hansı ki, burada da yenə də həm oxşar, həm də bəzi fərqli sifətlər görəcəksiniz nümunələrlə bir yerdə. Öncə onu deyim ki, xatırlayırsınızsa biz danışdıq ki, sifətlər mövqeyinə görə iki cür olur. Ya attributive adjektivlər olur, hansı ki ismi öndən təyin edir, yaxud da predicative adjektivlər olur. Biz onları yalnız link fe'llərlə işlədirik. Yəni həmin sifətləri ismin öndə görə bilmirik. Onların yeri ismi xəbərdir. Yəni link fe'llərdən sonra gəlirlər, işlənirlər. İndi bu gün bu videoda da yenə ətraflı şəkildə onların fərqinə baxacağıq. Adjectives used in one position only. Yalnız bir mövqedə gələn sifətlər. Məsələn, nə deyir? Most adjectives can be either in attributive position. Yəni, bax bu nədir? Təyin mövqeyində gələn, ismi öndən təyin edən sifətlər, əksər sifətlərdir. Məsələn, nice weather. Gözəl bir hava. Or in predicative position. Bu da nədir? Məsələn, baxın, the weather is nice. Link fe'ldən sonra gəlib. Yəni, bəzi sifətlər, daha doğrusu əksər sifətlər, həm ismin öndə gələ bilir, həm də link fe'llərdən sonra gələ bilir. Yəni, nice weather də deyə bilirəm, yaxud da the weather is nice da deyə bilirik. But a few, amma bəziləri go in one position, but not in the other. Bəziləri isə yalnız bir mövqedə gələ bilirlər, digərində gələ bilmirlər. Yəni, ancaq attributive position deməli ola bilir. Yəni, ismi yalnız öndən təyin edir də, belə deyək. Attributive only olanlar, yəni yalnızca ismi öndən təyin edənlər, bax burada danışacağıq onlardan. That was the main reason, bax deyə bilirik. Main sözü ki var, main sifəti. Onu yalnız ismin öndə veririk. That was the main reason. Da durub deyə bilmirik ki, that reason was main. Bax belə işlədə bilmərik. Çünki main yalnız ismin öndə gələ bilən sifətdir. Biz onu ismi xəbər yerində işlədə bilmərik. Yaxud da the story is utter nonsense. Deyirəm, hekayə tam bir cəfəngiyat idi, tam bir cəfəngiyatdır. Utter nonsense. Da deyə bilmərik ki, the nonsense is utter. Yaxud da inner ring road. Bax, bu inner sözü özü də yalnız attributive adjectivedir. İsmi öndən təyin edir. Inner ring road bu belə deyək də mərkəz yola yaxın bir yoldur, şəhərin mərkəzinə yaxın bir yoldur. Tıxacların qarşısını almaq üçün şəhərin mərkəzinə girməyəsən deyə şəhərin ətrafından, yəni mərkəzə yaxın bir yerdən halqavari bir yola deyilir. Inner ring road, yəni daxili halqa yolu belə deyək. These adjectives are attributive but not predicative. Bax bu qeyd olunan indiki sifətlər oxuyacağıq. Bunlar yalnız attributivdir. Yəni biz onları predicative ismi xəbər yerində görə bilmirik. Məsələn, chief, elder, bax bu elder, eldest olsun, fərqi yoxdur. Bilirsiniz ki, yalnız ismin öndə gələ bilir. My elder sister deyirəm. Da deyə bilmirəm my sister elder than me. Amma older'ı deyirdik. Məsələn, deyirəm ki, my brother is older than me. Is elder than me demirik ki. Bax, həmin qaydadır. Sifət mövzusunda da keçirik. My elder sister. Yaxud da the eldest person in our family. Daha çox da ailədə deyirdik ki, böyük insanlardan danışanda, yaşca bizdən böyük olanlardan danışanda elder, eldest sifətlərindən istifadə edirik. Orada older, oldest vermirik. Eventual, former, eventual son anda qazanılan, belə deyək də, son anda əldə olunan, son an. Məsələn, eventual success, son anda əldə edilən uğur. Former özü olsun. Former əvvəllər olan, indi olmayan, yəni sabiq mənasında da. Məsələn, a former president, yəni sabiq prezident. Yaxud da indoor, inner, bunlar daxili sözlərdir. Main, bax bu main'i yenə burada da veriblər. Main sözü yalnız ismin öndə gəlir. Mere, only mənasındadır. Mere, məsələn, deyirəm ki, a mere child, o sadəcə bir uşaqdır. Məsələn də, a mere, sadəcə bir uşaq. Only child deməkdir, only mənasındadır. Elə sol özü də only deməkdir, yalnızca. Only, outdoor, outer, çöl mənalarında. Principal, sheer, sheer özü də complete deməkdir. Complete, utter, sheer. Bax, bunlar complete mənasında. Sheer, məsələn, deyirik, nonsense. Tam bir, yenə də bu ayaq var idi, ha, burada sheer. Məsələn, utter nonsense, sheer nonsense, tam bir cəfəngiyat.
da deyə bilmirik də is sheer, yaxud da nə bilim become sheer demək olmur. Yalnız ismin öndə gəlirlər. Eləcə də upper sözü olsun, utter. Bax burada da yenə verilib. Yəni bu sifətləri yadımıza saxlayırıq ki, bunlar yalnız ismin önündə gələn attributive adjectivlərdir. Biz bunları link feillərlə işlədə bilmirik. Yəni predicative ones ola bilmirlər. İndi burada bir kiçik bir qeyd də var ki, little is mostly attributive. Yəni deyir little sözü əsasən təyindir. A little cottage, yaxud da small cottage, yəni little mənası, yəni kiçik, balaca mənasında sifət kimi verilibdir. Amma link feillə işlətsək, izlə işlətsək, o zaman daha çox smalldan istifadə edirik. Yəni da the cottage is little demirik, the cottage is small deyirik. Same cannot be predicative except with the. Bax bu same sözünü zeysiz ismi xəbərlə işlətmək olmaz. Yalnızca zeysi olmalıdır ki, link feillərdən sonra gəlsin, predicative adjective olsun. Yəni normalda ismin öndə gəlir. I had the same experience. Məndə də eyni təcrübə var idi. Yaxud da my experience was the same. Mənim də təcrübəm eyni idi demək istəyirsə, mütləq zeysi olmalıdır. Biz də bizim yadımızdasa isim mövzusuna keçmişdik. Adjunct nounlarımız vardı. Noun adjunct deyirdik, yaxud da noun modifiers deyirdik. İsmi təyin edicilər, hansı ki, birinci isim, ikinci ismi təyin edirdi. Məsələn, tennis club, water pipe. İndi axı bunlar təyin funksiyasındadır. Tennis, water, afternoon isim olsalar da təyin funksiyasındadılar. Attributive'dırlar. Və bunların yeri elə ismin önüdür. A tennis club, a water pipe, afternoon tea. Bunlar həmişə ismin önündə gəlib ismi təyin edirlər. Yadınızda deyirdik ki, öndən gələn determinlər ikinci ismə aiddir. Xəbər ikinci isimlə özlaşır. Birinci isim təyinləşib artıq təyin funksiyasındadır. İndi burada bir qeyd var ki, but now saying that what something is made of can go in either position. Əgər əşyanın nədən hazırlandığını göstərirsə o birinci isim, o təyin yerində oturan isim, o zaman biz onu İki mövqedə də, yəni predicative adjective kimi də istifadə edə bilərik. It is a metal pipe deyirəm məsələn. Bu dəmir bir borudur, dəmir boru. Dəmir boru. Yəni birinci isim ikinci ismi təyin edir. Yaxud da the pipe is metal deyə bilərik. Yəni boru dəmirdəndir, dəmirdir. Qayda nədir? Əgər birinci isim ikinci ismin materialını bildirirsə, nədən hazırlandığını göstərirsə, o zaman iki funksiyada, yəni iki mövqedə verə bilərik. Amma normalda bu modifierlər hansı ki isimlə ifadə olunub, onlar yalnız ismin önündə gəlir, ikinci ismin önündə gəlirlər. Deməli, qaydalar bundan oldu. Yəni, attributive only yalnızca ismin önündə gələn sifətləri öyrəndik. İndi isə predicative only, yalnız ismi xəbərlə işlənən sifətləri deməli, müəyyənləşdirəcəyik. The children were soon asleep. Baxın, bu asleep yuxulu sözü. Əllə başlayan sifətlərimiz var ki, onlar yalnız link feillə işlənirlər. Asleep, yuxulu, awake, oyaq, alive, diri, canlı, afraid, qorxmuş, ashamed, utanmış, alone bilirsiniz, tək tənha deməkdir, tənha, yalnız. Alike da oxşar deməkdir. Bu əllə başlayan sifətlərdir ki, bunlar link feillərlə işlənən sifətlərdir. Yəni biz bunları ismin önündə görmürük. Deyə bilmərik ki, asleep children. Oyaq uşaqlar, yuxulu uşaqlar deyə bilmərik. İndi onun nə formada işlədirik, burada deyəcəyik. Məsələn, sleeping children deyə bilərik, yatan uşaqlar. Amma asleep children olmaz. Yaxud da deyirik ki, the children were soon asleep. The manager seemed pleased. Bax, bu pleased özü də ismin öndə gəlmir. Link feillərlə işlənir. Bax, seem özü də link feil daxil. Seem, look, feel, become, link feillər bilirsiniz. Be, turn, məsələn, grow. Bunlar hamısı link feillərdir. Yəni təkcə to be deyil də link feil. Bağlayıcı feillər gedir bunlar. The manager seemed pleased with the sales figures. Yəni biz burada the please manager demərik. Onun da bir fərqli yolu var, danışacağıq. Məsələn, one person was ill. Ill person olmur. Xəstə insan demək istəyiriksə a sick person deyirik. A sick person da ill person demirik. Amma illi yalnız, bax, görürsünüzmü? Link feildən sonra işləndir. İnsan xəstədir demək olur. One person was ill and couldn't come. İndi deyir ki, bax, bu qeyd olunan kateqoriyada sifətlər yalnız predikativ olurlar, attributive olmurlar. Asleep, awake bunlardan danışdıq. İkinci isə, məsələn, some words expressing feelings, hisslərlə bağlı olan sifətlər, bəziləri pleased, glad, content, upset,
Bunlar da məsələn məmnun, elə content özdə məmnun, xoş, upset, məyus bunlar hissləri ifadə edən sifətlərdir və link feillərlə işlənirlər. Attributive yox, predicative adjektivlərdir. Some words to do with health. Sağlamlıqla bağlı sifətlər. Well, fine, ill, unwell. Bunlar da bilirsiniz ki, məsələn, well-ı biz hərəkətlə işlədir. Çünki zərfdir, hərəkətə aiddir. Məsələn, she, deyək ki, studies well, o yaxşı oxuyur. Amma link feillərlə yadınızdadırmı deyirdi ki, sifət funksiyasında olur. Bilirsiniz necə? Əslində sifət deyil. Sadəcə olaraq link feillərdən sonra ancaq verə bilirik well-i. Başqa bir feillə zərf funksiyasındadır onsuz da. Link feillər axı sifətlə işlənir. Biz də məcburən burada well-ə sanki sifət deyirik də. Yəni well person deyə bilmərik. A well person demək olmaz. Amma she is well deyərik. Onda da yalnızca onun səhhətindən danışmış oluruq. Fine, ill, unwell link deməli nə olacaq? Predicative adjektivlərdir və link feillərlə işlənirlər. Deməli, asleep, awake, alive, afraid, ashamed. Bunların siyahısı PDF-də daha çoxdur. Upload var məsələn üzən. Bunların deməli özlərini əzbərləyirsiniz, yadınızda saxlayırsınız ki, indi başqa bir qeyd deyəcəm sizə. Many of these adjectives can be attributive if they are modified by an adverb. İndi başqa bir qayda odur ki, əgər bu sifətlərin özlərini bir zərf təyin edəcəksə, yəni qarşılarında bir zərf olacaqsa, o zaman ismin önündə gələ bilirlər. Məsələn, the wide awake children deyirik. Bax, bayaqların dedik ki, awake children demək olmaz. Amma wide bilirsiniz ki, həm sifət, həm zərfdir. Yəni, zərf sifəti təyin edir axı. Bilirsiniz ki, sifəti təyin edən şey zərfdir. Əgər bu sifətləri bir zərf təyin edəcəksə, o zaman ismin önündə gələ bilir. The wide awake children, yəni tam oyanmış uşaqda, tam yuxusu qaçmış uşaqlar, tam oyaq uşaqlar. An extremely pleased customer. Məsələn, pleased customer deyə bilmərəm. A satisfied customer deyə bilərəm. Məsələn, bura baxın. A satisfied customer, contented customer, məmnun bir müştəri deyirik. Da pleased customer demirdi. Amma bu pleased sözünün önündə bir zərf olarsa, həmin bu sifəti bir zərf təyin edərsə, o zaman ismin önündə gəlir. An extremely pleased customer deyirik. İkinci qayda da bax dedi ki, hansı ki bu sifətləri verə bilmirik ismin önündə, awake, alive. Amma onların başqa bir versiyası var. Yəni biz fikrimizi başqa bir yol ifadə edə bilirik. Məsələn, deyə bilmirəm an alive person, canlı bir adam deyə bilmirəm. Amma living person deyə bilirəm, a living person. Məsələn, the afraid animal deyə bilmirəm. Amma onun yerində the frightened animal, qorxmuş heyvan deyə bilirəm. Məsələn, burada da nə deyir? There are also other words expressing feelings. Hə, yenə də həmin şeydir. Yəni biz bu feelinglər hansı ki his bildirirdi, pleased, glad, content, onları ismin önündə verə bilmirik. Məsələn, a pleased customer deyə bilmirik. Amma onun yerində a satisfied customer, contented customer deyə bilərik. Please, glad və upset sözləri, hansı ki bunlar predicative adjective idi də, onları bəzən attributive kimi işlədə bilirik. Əgər ki birbaşa insanla əlaqəli olmasın, insanın hisslərini bildirməsin. Məsələn, necə? A pleased expression. Bax, məmnun bir üz ifadəsi. Expression insan deyil axı, başqa bir isimdir də, canlı deyil. A pleased expression, yəni məmnun bir üz ifadəsi. O zaman ismin önündə gələ bilər. Çünki insana bağlı deyil. Biz demişdik axı, feelings, expressing feelings, hissləri ifadə etməsin, insan hisslərini ifadə etməsin. The glad news, xoş bir xəbər deyə bilirik məsələn. An upset stomach. Upset person deyə bilmirik. Məsələn, an upset girl, məyus bir qız deyə bilmərəm. Amma an upset stomach bu özü bir nə deməkdir? Mədə bulantısı olan, qarın pozuntusu olan, belə deyək də pozulmuş bir mədə, pozulmuş qarın mənasında, bulanmış bir mədə, bulanan mədə mənasında işlədə bilirik. Əsas odur ki, insana aid deyil. Deməli, bu bizim sifətlərimizlə bağlı qeydlərdir. Növbəti qeydlərə baxacağıq. Növbəti deməli izaha baxaq. Adjectives after nouns and pronouns. Sifətlər, daha doğrusu əvəzli və isimlərdən sonra gələn sifətlər. Different meanings in different positions. Deməli, sifətlər mənalarından asılı olaraq müxtəlif mövqelərdə gələ bilərlər. Baxaq nə deməkdir. Məsələn, attributive only yalnız, qeyd edir ki, yalnız, yəni ismin önündə gələn mənaları, yaxud da predicative, belə deyək. Həm təyin kimi, həm də ismi xəbər kimi gələn mənaları. Hər iki mövqedə hansı mənalarda gəlir. Məsələn, deyirik ki, a real hero. Bax, burada da yazıb ki, degree, dərəcə bildirir. A real hero
nə deməkdir? Əsl qəhrəman. Yəni real deyəndə ki, burada real deməkdir, həqiqi bir qəhrəman, əsl qəhrəman. Məsələn, deyəndə ki, o qəhrəmandır, məna da başa düşülür. Biraz da o qəhrəman sözünün dərəcəsini artırmaq üçün, pafos vermək üçün deyirik ki, o əsl qəhrəmandır, tam bir qəhrəmandır, həqiqi bir qəhrəmandır mənasında. Deməli, real sözü ismin önündə gəlir. Yəni dərəcə verəcəksə əgər o ismə, o zaman ismin önündə gələcək. Amma real wood isə saf taxta deməkdir. Saf taxta, təmiz taxta. Məsələn deyirəm ki, bu qapı təmiz taxtadandır. Bu mebel təmiz taxtadandır da məsələn. Real wood təmiz, yəni bildiniz də, yəni əsl taxtadan, yəni saf taxta mənasında. Məsələn, real gold, saf qızıl mənasında ismin önündə də gələ bilər. Yaxud da predicative adjective də ola bilər. The wood is real məsələn, taxta təmizdir, safdır mənasında biz deməli bildiniz də, yəni nə mənada? Təmiz, saf mənasında ismin önündə də gələ bilər. Yəni attributive adjective də ola bilər, eləcə də predicative adjective də ola bilər. Amma mənanı şişirdəcəksə, dərəcə verəcəksə, tam bir qəhrəman, əsl həqiqi bir qəhrəman mənasında məsələn, biz yalnızca ismin önündə veririk. Sonra perfect sözünə baxaq. A perfect idiot yenə də dərəcə verir bu. Perfect idiot nə deməkdir? Tam bir axmaq. Deyirəm, sən tam bir axmaqsan, hansı bir işi törədib, deyirəm, yəni tam bir axmaqsan da, başqa bunun bir başqa adı yoxdur. Yəni perfect əslində ideal, mükəmməl demək. Deməyəcəm ki, sən mükəmməl bir axmaqsan demirik. Deməli perfect sözü burada elə bayaqların var da utter, sheer mənasında tam bir axmaqsan. Amma bax bu mükəmməl, yəni belə deyək də, əla mənasında perfect sözü ismin önündə də gələ bilər, yaxud da link feillərlə də işlənə bilər. A perfect day, yəni excellent mənasında, əla bir gün, mükəmməl, qüsursuz bir gün idi, məsələn, yaxud da gün mükəmməl idi. Belə deyək də, mükəmməl bir gün bu ifadədir. Yaxud da günümüz mükəmməl keçdi, mükəmməl bir gün idi, qüsursuz bir gün idi deyə bilirik. Poor ümumiyyətlə ismin önündə gəlibdirsə, yazıq mənasını verir. Poor thing. Yəni bax simpəsi nədir? Yəni ona acıyırsan. Poor yazıq mənasındadır. Ümumiyyətlə ismin önündə gələndə yazıq mənasında. Poor girl, yazıq bir qız. Amma poor'un axı həm də bir zəif mənası var, eləcə də kasıb mənası var. O zaman ismin önündə də gəlir. Yaxud da predicative adjective də ola bilir. Məsələn, a poor result, zəif nəticə, yəni yaxşı olmayan bir nəticə. Zəif nəticə, yaxud da nəticə zəif idi deyə bilərik. Yaxud da poor people, kasıb insanlar, yaxud da deyə bilərik ki, insanlar kasıbdırlar. Yəni having little money mənasında, kasıb mənasında istifadə edə bilirik. Sonra burada başqa sifətlər də var, fərqli məna verir. Məsələn, a certain address, spesifik, yəni konkret bir adres, müəyyən bir ünvan mənasında, dəqiq müəyyən ünvan mənasında, yəni dəqiq müəyyən mənasında, məsələn, ismin öndə gəlir, dəqiq ünvan, a certain address deyirik, elədimi? Çıxım. Aha. Amma məsələn, sure, əmin mənasında, axı certain həm də sure deməkdir, əmin olmaq. O zaman link feildən sonra, yəni predicative pozisiyasında gələ bilər. I am certain, mən əminəm. Da burada mən dəqiqəm, mən konkretəm demək deyil. Mən əminəm. I am sure, yəni I am certain. Yaxud da the present situation. Və present sözlərdir. Now mənasında, yəni cari, indiki vəziyyət. Bax, indiki, now. Nə demək indiki? Cari vəziyyət. Now ismin önündə gəlir. Present ismin önündə gəlir. Amma əl çatan, mövcud mənasında, yəni hal-hazırda available-da, bax bu available sözü var, onun sinonimi kimi, yəni əl çatan, mövcud. I was present. Nə deməkdir? Here, there. Yəni mən oradaydım. Yəni orada iştirak edirdim, orada mövcud idim mənasında isə link feil kimi, yəni daha doğrusu link feildən sonra predicative adjective kimi istifadə olunur. A late bus. Late bus, but near the end of the day. Yəni günün son avtobusu da, sonuncu avtobus mənasında. Axı avtobuslar məsələn saatla, qrafiki ilə çıxırlar. Deyək ki, ən sonuncusu saat 10-da çıxır da, başlayır öz nə deyək ona? Abarot deyirlər, nə deyirlər, bilməm üstündə. O nə olur? A late bus. Yəni ən axırıncı avtobus, günün sonuncu avtobusu mənasında. A late bus. Amma desəm gecikmək, avtobus gecikirdi. Yəni bu səhər avtobusu da ola bilər, günorta avtobusu da ola bilər. Ümumiyyətlə gecikir. To be late ifadəsi var da, feili var bilirsiniz. Gecikməklə, yəni not on time, vaxtında gəlmədi. O zaman biz onu, yəni gecikmək mənasında link feildən sonra istifadə eləyirik. Bir də article dərsində də keçmişik. The late president, rəhmətli prezident
prezident, məsələn, yadınızdadır mı? The late Michael Jackson deyildiyi, rəhmətli Michael Jackson mənasında. Bəli, o zaman da ismin önündə gəlir. Yəni, a late bus, son avtobus, the late president, rəhmətli filankəs mənasında, rəhmətli mənasında ismin önündə gələcək. Amma gecikmək feili, gecikmək, link feilindən işlənir, to be late kimi ifadə edirik. Deməli, bu mənalarından asılı olaraq sifətlərin yerinin təyin edilməsi idi. İndi bu dördüncü bənddə də həmin şeydən danışacağıq. Məsələn, in phrases like a beautiful dancer, an interesting writer, a heavy smoker, a frequent visitor, an old friend. Bax, bu ifadələrdə sifət adətən insanı deyil də hərəkəti təyin edir. Nə deməkdir? Bax, a beautiful dancer deyəndə yaxşı, belə deyək də, a beautiful dancer, gözəl rəqqas, gözəl oynayan, a beautiful dancer. Yəni, her dancing is beautiful deməkdir. Bax, she is a beautiful dancer. O yaxşı rəqs edəndir, yaxşı rəqqasdır deməkdir də, hə, gözəl rəqqasdır. Yəni, onun rəqsi gözəldir. Biz burada gözəl sözünü insanın özünə yox, onun hərəkətinə, rəqsinin necəliyinə vermiş oluruq. Yəni, o mənanı kəsb edir. Amma desək ki, the dancer is beautiful, o zaman, yəni biz insanın özünün gözəl olmağından danışırıq. Aydın oldu mu? Yəni, she's a beautiful dancer, onun rəqsi gözəldir. Amma dancer is beautiful. Yəni, bəlkə də rəqsi elə də gözəl deyil, amma özü gözəl. Məsələn, deyirəm ki, the dancer is a beautiful girl. Rəqqas elə qəşəng qızı idi. Bəlkə də yaxşı oynamayıb, yaxşı rəqs ifa etməyibdi. Amma özü gözəldir. Yəni, a beautiful person mənasında. Deməli, biz mənadan asılı olaraq sifətlərin yerini təyin edirik. He was a frequent visitor. Nə deməkdir? O tez-tez gələn ziyarətçidir. Yəni onun hərəkəti, his visits were frequent. Yəni onun səfərləri, ziyarətləri tez-tez olur. Yəni visitora biz frequent onun bir xüsusiyyəti kimi verə bilmərik. Və frequent özü nə deməkdir? Frequency var. Frequency zərflərimiz ardıcıllıq bildirir də. Yəni tez-tez müntəzəm olaraq gələn bir ziyarətçi. Yəni onun hərəkətləri, onun ziyarətləri actionına verilmiş bir sifətdir. Yəni frequent sözü orada visitor'ın özünün şəxsiyyətini modifə eləmir. Onun hərəkətini modifə etmiş olur. Məsələn, a heavy smoker nə deməkdir? A heavy smoker, yəni tez-tez siqaret çəkən, çox siqaret çəkən. Yoxsa ağır siqaret çəkən demirik ki, məsələn, siqaret çəkənin çəkisinin ağırlığından danışmırıq ki, yəni tez-tez siqaret çəkir bu adam. An interesting writer, məsələn, writer əslində nə deməkdir? Yazıcı, canlıdır. Biz canlı isimləri ona qalsa heç ing-ni vermirik, id veririk. Amma biz onun yazılarının maraqlı olmağından, o hissi başqasına yaşatmağına görə ing-li bir sifət vermişik. Ona görə, yəni rahat-rahat burada ing ilə biz canlı ismi işlətmişik. Aydın oldu mu? Bax, bu həmin qaydadır. İndi burada isə bildirir ki, adjectives after nouns and pronouns həm belə deyək də, bu ümumi başlıqdır. Çünki burada başqa qaydalar da var. Deməli, baxın. Deyirik ki, baxın, mənadan yenə də asılı olaraq bəzi sifətlər, deməli, yox, burada belə deyir. Some adjectives can have a prepositional phrase after them. Bəzi sifətlər özlərindən sonra mütləq sözönlü bir ifadə gətirməlidirlər. Sırf mənanı aydınlatmaqdan ötürü. Nə deməkdir? People were anxious for news. Bu for news'u siz gətirməlisiniz. İnsanlar narahat idi. Nədən? Bu insanların nədən nigaran olduğunu bilməliydi. İnsanlar çox şeydən nigaran ola bilərlər, narahat ola bilərlər, təlaşlı ola bilərlər. O şeyi aydınlatmaqdan ötürü mütləq sifətin ardıca sözönlü bir ifadə gətirməliyik. People were anxious for news. Yaxud da bax, ikinci nümunəyə baxın. The field was full of sheep. Deyirəm ki, bax, təsəvvür belə deyirəm. The field was full. Sahə doluydu. Sahə çox şeylə dolu ola bilər də. Su ilə dolu ola bilər, insanla dolu ola bilər, heyvanla dolu, həşəratla dolu ola bilər. Yəni çox bir şeylə dolu ola bilər. Amma mən o mənanı aydınlatmaqdan ötürü ki, bu nə ilə doluymuş? O zaman özündən sonra oflu bir birləşmə gətirirəm. The field was full of sheep. Hə, qoyunlarla dolu bir sahə. Aydın oldu mu? Yəni bəzi sifətlər özlərindən sonra mütləq, yəni mənanı aydınlatmaqdan ötürü sözönlü ifadə gətirməlidirlər. Yaxud da baxın, deyir ki, the adjective plus prepositional phrase cannot go before the noun, but it can go directly after it. Bax, həmin məhz bu sözönlü sifət ki, üstünə sözönlü bir ifadə gəldi, o ismin önündə heç vaxt gələ bilməz. Mütləq özündən sonra gəlir. Necə? Məsələn, deyə bilmərəm, full of sheep field deyə bilmərəm. Full of sheep field necə deyim? Yox. Məsələn, people anxious for news.
Da deyə bilmərəm ki, anxious for news people. Necə məna verir? Məna vermir. Yəni bəzi, xüsusilə də sözünlü, bilirsiniz necə? Anxious people narahat insanlardır da, yaxud da concerned people deyirəm. E, yəni normalda tək sifətlər ismin öndə gəlir. Amma biz bunu isim mövzusuna keçmişik. Amma o təyin ki, tərkib halını aldı, yəni söz sayı artdı. Məsələn, söz önlü ifadələr olsun, təyin budaq cümlələri olsun, fe'li sifətlə, fe'li sifət 2 idi, 1-dir, ifadə olunmuş sifətləri olsun. Onları biz isminin qabağında gətirə bilmirik. Məsələn, biri var deyirəm ki, the dancing girl, rəqs edən qız. Bu rahat şəkildə demək olur. Tək bir dənə ifadədir də, tək bir sifətdir, dancing, fe'li sifət 1-dir. Amma desəm ki, həyətdə, yaxud da belə deyim də, zalda rəqs edən qız, artıq deyə bilmirəm axı ki, the girl in the hall dancing deyə bilmirəm. Daha doğrusu belə deyək də, dancing in the hall yol deyə bilmirəm axı. The girl dancing in the hall. The children playing in the yard. Məsələn, deyirəm the students, məsələn, taking exams in the exam center. Da bu da ifadəni mən necə ismin önündə verim? Yəni təyin tərkibi təyin tərkib halını aldısa, yəni tərkibində onun artıq söz sayı artdısa, ismi mütləq özündən sonra gəlməlidir. İsmin əvvəldə gələ bilməz. Biz bunu isim mövzusunda ətraflı şəkildə keçmişik, danışmışıq. Svonda da var bunun izahı. İndi burada da həmin şeydir. Yəni biz deyə bilmərik anxious for news people deyə bilmərəm. Amma deyirik ki, people anxious for news kept ringing the emergency number. Xəbərlərdən narahat insanlar dayanmadan qaynar xəttə zəng edirdilər. Kept ringing nə deməkdir? Yəni dayanmadan zəng edirdilər deməkdir. Keep doing something bir şeyi dayanmadan etmək deməkdir. Yaxud da we walked across a field full of sheep. Biz qoyunlarla dolu bir sahə boyunca gəzdik. Aha, ikinci bənddə deyir ki, sometimes the position of the adjective depends on the meaning. Mənadan asılı olaraq sifətlərin pozisiyasını, mövqeyini təyin edirik. The amount of money involved is quite small. Bax, bu involved sifəti ki var, bu mənadan asılı olaraq ya ismin önündə, isimdən sonra işlənir. İndi baxın, burada deyir ki, məsələ ilə əlaqəli pulun məbləği kifayət qədər olduqca az idi. Və relevant nə deməkdir? Relevant related deməkdir. Related, relevant, əlaqəli. Məsələ ilə əlaqəli pulun məbləği kifayət qədər az idi. Amma it is a rather involved story isə, bax bu involved sözü burada ismin önündə gəldi. İsmin önündə gəldisə, bax burada ismin sonrasında gəlmişdi. Belə eləyim də mən sizə. Bax involved money demişdik. Amma burada isə involved story ismin əvvəlində gəldi. İsmin əvvəlində gəldi, artıq complicated mənasını verdi. Complicated də mürəkkəb, dolaşıq, qarışıq deməkdir. Deyirəm ki, məsələ, daha doğrusu hekayə olduqca qarışıqdır, olduqca mürəkkəbdir. Aydın oldu mu? Yəni əlaqəli mənasında isimdən sonra ismi yəni sonradan təyin edəcək, amma mürəkkəb mənasında isə complicated mənasında ismin önündə gələcək. Yaxud da concerned sözü özü olsun. Concerned yenə bax bu involved mənası kimi eyni həmin mənadadır. Relevant, yəni related, əlaqəli mənasını verirsə, o zaman ismin sonrasında gəlir. Yəni ismi sonradan postpositive adjective də belə deyək. Biri var prepositive adjective, yaxud da prepositive attribute deyirik də bunlara. Yəni öndən təyin edən bir təyin. Bir də var ki, prepositive attribute, yəni sonradan ismi sonrakı mövqedə təyin edən sifətlər. İndi the person concerned is at lunch, I am afraid. Təəssüf ki, məsələ ilə əlaqəli şəxs nahardadır. Bax, məsələ ilə əlaqəli şəxs deməkdir. Yəni, əlaqəli şəxs, əlaqədar şəxs. Person concerned. Bax, concerned ismi sonradan təyin etdi. Amma desəm ki, a number of concerned people, burada concerned, narahat. Elə anxious var, bax, onunla eyni mənanı verir. Nigaran, worried mənasında. Narahat insanlar, nigaran insanların, çoxlu nigaran insanlar, yəni protestə qoşuldular. Nə deyirlər, protest nədir? İsyan deməyə nə deyim? Elə protest deyəcəm. Dəqiq Azərbaycan tərcüməsi yadıma düşmür. Yəni narazılıq aksiyalarına da belə deyək, qoşuldu. A number of concerned people. Okay, narahat mənasında birbaşa ismin önündə gələcək, əlaqəli mənasında isimdən sonra gələcək. Eləcə də involved. Narahat, daha doğrusu əlaqəli mənasında isimdən sonra gələcək, amma mürəkkəb, qarışıq mənasında ismin önündə gələcək. Eləcə də bax present sifətimiz də bu kateqoriyaya aiddir. Bax present bayaq da dedik. Dedik əgər Z-yə, yəni mövcud, hal-hazırda, daha doğrusu belə deyim də, əl çatan, burada iştirak edən mənasında isimdən sonra gəlir. Bax deyirəm ki, they were 10 members of staff present. Yəni üzvlərin, komandanın 10 üzvü
oradaydı. Yəni iştirak edirdi. Belə deyək də, oradaydı, iştirak edirdi. Yəni available idi. Amma present problem isə cari problemlərimiz deməkdir. Hal-hazırki problemlərimiz, cari problemlərimiz are much worse, daha pisdir indi. Aydın oldu mu? Judy seems a responsible person. Deyirəm ki, Judy belə deyək də məsuliyyətli. Sensible nə deməkdir? Həssas, məsuliyyətli bir adamdır. Bildiyiniz, yəni həssas, məsuliyyətli, məsul bir kəsdir. The person responsible, aha, bax, məsul gərək deməzdiyim. The person responsible will be punished. Burada məsul işlə əlaqəli, yəni öhdəçiliyi üzərində olan adam, hansısa bir məsələnin deyək ki, öhdəçiliyi üzərindədir. Birbaşa məsul sözü də məsul şəxs, deyir, məsələ ilə əlaqədar şəxs, məsul şəxs. Bu məsələ ilə məsul olan mənəm. Yəni aydın oldu mu? The person responsible will be punished. Yəni who did it? Kim bu işi kim görüb? Bu işin öhdəçiliyi kimdə idi? Kim məsuliyyət daşıyırdı bu işdən yana? Bax o adam. The person responsible. Amma ümumiyyətlə kimsə həssas adamdır, məsuliyyətlidir, işində dəqiqdir. Bax o mənada belə deyək də, insanın keyfiyyətindən danışırsa, o zaman nədir? İsmin önündə gəlir. Bax, məsəl üçün deyirəm ki, bu məsələ ilə əlaqəli adam cəzalandı. O adam özü bəlkə də məsuliyyətsiz insandır. Elə məsuliyyətsiz ki də işi də deməli vaxtında görməyib də. Yəni başa düşdün, bəlkə də xarakter olaraq məsuliyyətsiz birisidir, amma müdiriyyət məsələn ona tapşırıb işi. Elədimi? Yəni əlaqəli şəxs deməkdir də, bu işdə öhdəçiliyi olan şəxs deməkdir. İsmin sonunda gəlir. Amma ümumiyyətlə bəlkə də kimsə çox məsuliyyətli bir adamdır, heç ona öhdəçilik vermirlər, amma yəni hansısa bir işi tapşırmayıblar. Amma özü belə keyfiyyət olaraq insani xarakteri məsuliyyətli bir insandır mənasına gəlir. Yəni sensible mənanı verir, yəni ismin önündə gəlir. Eləcə də available can come before or after a noun. Available sözü ismin önündə də sonrasında da gələ bilər. Bax bu bir qeyddir. Məsələn, the only available tickets, yalnız, yəni belə deyək də mümkün olan, əldə olan biletlər, yəni satılmayan bilet mənasındadır. Yaxud da the only tickets available were expensive. Yəni son qalan mümkün biletlər, axırıncı biletlərdən bu mənanı verir, baha olur, baha idi. Yaxud da possible can come. Bax bu mümkün sözü, possible sözü bunda yaşıllaşdıraq. Possible da ismin önündə də gələ bilər, sonrasında da gələ bilər. We took the shortest possible. Amma bir saniyə bir qeyd deyəcəm sizə. Bax burada da var. İndi bax bu possible sözü, possible sözü. Normalda ismin önündə gəlir. Bax deyirəm ki, we took possible route. Biz mümkün yolu seçdik, yolu götürdük, hə? Amma sifətin üstünlük dərəcəsi ilə ismin önündə də, sonrasında da gələ bilər. Bax we took. Burada sözlər bir-birinə yapışıbdır. We took the shortest possible route da deyə bilərəm. Yaxud da the shortest route possible da deyə bilərəm. Bax, bu ikinci qeyd elədiyim ifadə var ha. Bu məhz sifətin üstünlük dərəcəsi olduğuna görə mümkün oldu. Yoxsa ümumi olaraq possible sözü ismin önündə gəlir. The adjective follows the noun in a few titles or idiomatic phrases. Yəni bax bu frazalar belə deyək də məcazi mənalarda, idiomatik məna kimi yaxud da titul bildirən bəzi isimlər var ki, sifət özündən sonra gəlir. Bunlar da isim yoluna keçmişik məsələn. The director general, baş direktor deməkdir. The sergeant mayor, serjant mayor. The princess royal. The sum total. Sum total nədir? Total əslində burada total, yəni ümumi summa deməkdir, ümumi məbləğ. Əslində məbləğ sözü isim buradadır. Amma sifət özündən sonra gəlir. Bunlar hazır ifadələrdir ki, biz belə istifadə edirik. Və adjectives come after compound with every some any, yəni qeyri-müəyyən əvəzliklər, törəmə əvəzliklər deyirik onlara. Sifət onlardan sonra gəlir. Bax, somewhere quiet. Gəldi daha nəsə bir sakit bir yer tapaq. Məsələn, da quiet somewhere deyə bilmərik, çünki bu isim deyil, axı əvəzlidir. Yaxud da deyirik, you mustn't do anything silly, axmaq bir şey eləməməlisən. Anything silly. Məsələn, deyirəm ki, I want to, məsələn, to watch something interesting. Maraqlı nəyisə baxmaq istəyirəm. Something delicious. Dadlı nəsə yemək istəyirəm, məsələn. Yəni, törəmə əvəzliklərindən sonra sifət gəlir, önündə gəlmir.